Salam əziz tələbələr. Keçən dəfə sizdən biz derivative nouns və compound nouns düzəltməsi və mürəkkəb isimlər haqqında danışdıq. İndi isə biz sizdən danışacağıq singular and plural nouns, tək və cəm isimlər. Tək və cəm isimlər haqqında çox geniş məlumat verməyəcək. Ən çox testdə hansılar düşür, onlar haqqında danışacağıq, onlar haqqında lövhədə yazıb və işləyəcəyik. Singular və plural nouns necə düzəlir, cəm isimlər necə düzəlir, sözün sonuna s ya da es şəkilçisi əlavə etməklə cəm isimlər düzəlir. Bəzi isimlər var ki, onların təki və cəmi eynidir. Yəni bunlar sözün sonuna s ya da es artırılmaqla düzəlmir. Təki cəmi də eyni özləridir. İndi bunlarla beraber işləyək. O dediyimiz isimlər təki və cəmi eyni bunlar hansılardır? Baxırıq. Aha. Aha. Hansılardır? Sheep. Sheep. Yəni tək və cəm. Gördüyünüz kimi sheep təkdir, cəmi nə oldu? Sheep. Deer cəmi oldu nə? Deer. Ondan sonra swine, swine. Swine ən çox düşənlər ən çox düşənlər bu hissədə budur. Fish cəmi oldu nə? Fish. Deməli, fish ilə bağlı belə bir nə var? Fish və fish ilə bağlı belə bir məlumat var. Fish'in təki fish, cəmi isə fish olur. Amma bəzən fish də ola bilər. Bu necə olur? Əgər birdən çox eyni balıq növüdürsə, məsələn, deyək ki, mən getdim balığa, 5 dənə bildiyimiz balıq növü deyək də, məsələn, farel balığı olsun, məsələn, 5 dənə eyni balıq növü tutdumsa əgər, bu fish olacaq. Əgər tutduğum balıq növləri hər biri fərqlidirsə, o zaman nə olacaq? Fishes. Deməli, bir də təkrar edək. Deməli, birdən çox eyni balıq növüdürsə, fish olacaq. Birdən çox fərqli balıq növlərdirsə, o zaman nə olacaq? Fishes olacaq. Gələk biz növbətiyə. Bəzi isimlər var ki, onlar cəm